Bəli, son məlumata görə hadisə nəticəsində 90 nəfər ölüb, bir neçə nəfər isə hələ də itkin düşmüş hesab olunur. 123 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 2 nəfərinin vəziyyəti çox ağırdır. Xilasetmə və axtarış işlərinə 7 briqada, ümumilikdə 755 nəfər cəlb olunub. Çinin Fövqəladə Halların İdarə Olunması Nazirliyi hadisə yerinə ekspertlər qrupu ezam eləyib. Çin Xalq Respublikasının sədri Si Jinping axtarış xilasetmə işlərinin sürətlə aparılması barədə müvafiq qurumlara tapşırıq verib. Hadisə əyalətin Çinyan rayonunda dünən axşam saatlarında baş verib. Qeyd eləyək ki, hadisə yerində axtarış xilasetmə əməliyyatına baş nazirin müavini Can Buhbin rəhbərlik eləyir. Məlumata əsasən mədənçilərin ölümünə karbon monoksid səviyyəsinin normadan artıq olması səbəb olub. Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Qeyd edək ki, Şansi əyaləti kömür yataqları ilə zəngin bölgədir.